Çobanlar alimlərə rəhbərlik edən bir cəmiyyətdə problem təhsildədir yoxsa harda? Valla bu məsələyə də mən şəxsi münasibət bildirmək istəyirəm. Mən kənddə böyümüşəm. Çobanın kim olduğunu da bilirəm. Onun hansı əziyyətlə ailəsi üçün bir dolanışıq qazandığını da bilirəm. Və mən bəzən acığım da tutur ki, deyirlər ki, falan, yəni pis adama çoban kimi, yəni çobanı pis surət kimi. Mən o fikirlə qətiyyən razı deyiləm. Yəni çoban da bir şəxsiyyətdir. Çoban bizim kənddə məsələn cəmaatın qoyunları var idi. Bir 500 qoyunu səhər aparırdı, axşam onu sağ-salamat gətirirdi. Burada çobanın şəxsiyyətindən söhbət getmir. Alimlərə rəhbərlik. Yəni biz konkret açıqlamadan gedir. İş adamının açıqlamasından deyirəm. Bilirəm. Alimlər işləyir, biz rəhbərliyirik. Bəli. Mən bir AMEA-nın institut direktoru kimi, alimlərin arasında olan bir şəxs kimi, bir professor alim kimi. Mənə belə gəlir ki, bizim cəmiyyət o zaman sağlam və düzgün yolla gedən cəmiyyət olacaq ki, el adamlara bu cəmiyyətdə yer olmayacaq. Mən vaxtilə o tipli adamlarla şəxsən nazir orada çox qarşılaşmışam. Onlar Azərbaycan üçün bir yara mən hesab eləyərdim, yara. Mən onları çobanla da müqayisə eləmərəm. Qətiyyən beləsinizə ki, deyən ki, 10 alimi gətirmişəm, qapımda işlədirəm, nə bilim, neynirəm belə. Yəni, cəmiyyətdə belə adamların yeri olmalıdır. Təəssüf ki, nəinki yeri var, deyir, maşınlarımın sayını bilmirəm mən. Böyük bir alim, məsələn, yağış yağanda palçıqda, yağışda